Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, ruzi barəsində olan mühüm xatırlamalardan deməli 15-ci elm almaqdır. Allahın dinini öyrənməkdir. Bir insan nə qədər ki çox Allah Subhanahu taalanın dinini öyrənirsə, Allahın şəriətini öyrənirsə, tövhidi öyrənirsə, əqidəsinə aid olan məsələləri öyrənirsə, elm almağa çalışırsa, elm məclislərində iştirak edirsə, Allah Subhanahu taalanın ruzusunu artırır. Allah Resulü s.ə.v-in zamanında, dövründə 2 dənə gənc olur. Və Peyğəmbər s.ə.v buyurur ki, onlardan biri daima Allah Resulü s.ə.v-in yanına gələr, onun məclislərində iştirak edərdi. Digər isə işləyərdi. Və o işləyən qardaş həmişə gəlir Peyğəmbər s.ə.və şikayət edir ki, mənim qardaşım işləmir, gəlir elm məclislərində otur və s. Onda görün Allah Resulü s.ə.v həmin o insana nə deyir? Peyğəmbər s.ə.v buyurur ki, ola bilər ki, Allah Subhanahu taala onun səbəbi ilə, yəni elm məclislərinə gələn insanın qardaşının səbəbi ilə Allah taala sənin ruzu yetirir. Subhanallah lazım. Deməli, elm məclislərində iştirak etmək, Allahın dinini öyrənmək insanın ruzisini artıran səbəblərdən biridir. Allaha əmanət olun. Növbəti dərslərdə görüşənə qədər.